Və növbəti müasir məsələlərdən hansı ki, bunları biz əslində qeyd etmişdik və xatırlatma olsun, asma spreyidir və oksigen buxarıdır və bunlardan istifadə etmək də orucu pozmur. Və alimlər qeyd edirlər ki, asma spreyinin püskürtdüyü əslində o, yəni havadır. Və o hava mədəyə yox, ağciyərlərə gedir sadəcə. Və onun yəni heç bir deməli qidalandırıcı bir şey yoxdur. Və oksigen buxarı da eyni hökmdədir və oksigen buxarı insana o hava verir sadəcə. O havanı udursan sən. Və dil altı həbləri də bu cürdür. Dil altı həbləri bilirsiniz ki, ürək problemləri olanlar yəni istifadə edirlər və o diqqət etməsi gerəkən bəzi məsələlər var ki, o dil altı həbləri dilin altına qoyulduqda o dil altı o damarlar ki var, ürəyə gedən, o damarlar o həmin maddəni sovurur. Və diqqət etmək lazımdır ki, o sovurulandan sonra bəzi qalıntılar, qırıqları o qalır ağızda. Çalışmaq lazımdır ki, onları xaric etmək. Çünki o əgər tüvürcəklə qarışıb gedərsə, orucu batil eləyir. Ona görə də diqqət etmək lazımdır. Artıq əyridirsə, qalığı tulla getsin. Və həmçinin orucu pozmayan deməli proseslərdən biri də qidalandırmayan iynələrdir. Qidalandırmayan iynələr oruca təsir etmir və orucu pozmur. Necə ki, müasir məsələ olduğuna görə İbn Baz və İbn Hüseyn rahimehullah bu barədə fətvaları mövcuddur. Qidalandıran iynə isə heç bir istisna yoxdur ki, yəni qidalandırırsa, o orucu batil edir. Və ona görə həkimə getdikdə, hansısa bir səhhətdə bir narahatsızlıq hiss etdikdə, həkimə müraciət etdikdə, yəni bu proses baş vermədən öncə bu şeyləri bilmək lazımdır ki, və bəzən görürsünüz ki, bu yəni doğru deyil qardaşlar. Bu doğru deyil. Məsələ baş verəndən sonra fətva almağın heç bir əhəmiyyəti yoxdur.